tanış olaq. Birinci nömrəli test tapşırığında deyir çoxmənalı olmayan, yalnız amonim kimi işlənə bilən söz. Stolun ayağı sındı, bu çoxmənalıdır. Kəndin başı çoxmənalıdır. Zər gətirdi. Bəli, cavabımız C variantıdır ki, zər sözü çoxmənalı söz deyil, lakin amonim sözdür. D variantında göz bu amonim kimi işlənə bilən söz deyil, çoxmənalıdır. E variantı da həmçinin o formadır. Tələffüz şəklində verilən hansı sözdə heca sayı daha çoxdur? Təbii ki də bu sözü biz yazılışa çevirməliyik. Çünki ahəng qanunu, heca, vurğu yazılış əsasən aparılır. Rəhimli sözündə ə, i 2 dənədir. Saatsaz sözündə a 3 dənədir. Əzmkar sözündə ə, a 2 dənədir. Məişət sözündə ə, i, ə 3 dənədir. Amma əli ağa sözünü gəlin yazaq, əli ağa. Gördüyümüz kimi 1, 2, 3, 4. Cavabımız A variantı. Mücərrəd mənalı düzəltmə isim. Görürsünüz, buradan 2 dənə şərt soruşur. Həm mücərrəd olmalıdır, həm düzəltmə olmalıdır. Burada düzəltmə yoxdur. Qorxulu sifətdir. Görürsünüz, bununla bağlı biz sizlə eynisini birəbir işləmişdik. Və bildirmişdik ki, sifəti siz seçməli deyilsiniz. Burada ümumiyyətlə düzəltmə söz, yəni düzəltmə isim yoxdur. Dənizçilik, bəli, biz bilirik ki, lıq şəkilçisi peşə sənət bildirən sözlərdə mücərrəd isim yaradır. İsim xüsusi ismə keçmişdir. Görürsünüz, düşüb dəfələrlə vurğulamışıq. İsim mövzusunda ümumi ismin xüsusi ismə keçməsi deyəndə həmin sözün isim olub olmamağına baxmalıyıq. Kamil, Sevil, Qabil, Mahir, necə sualına cavab verim? Ədalət necə demirik axı? Ədalət nə? Ədalət kiçik hərflə yazılanda ümumi isim, böyük hərflə yazılanda xüsusi isim. Mürəkkəb isimin yazılışı doğru deyil. Ahanın köməyi ilə yarananlar bitişik, kol-kos isə yaxın mənalı sözlərin birləşməsindən yaranıb, yəni defslə yazılmalı idi. Birincisi qara-qura sifətdir, burada biz bunu götürməli deyilik. Sonra burada vitse-prezident dəmçinin düz yazılıb, beləcə də bu. Tozsoran doğru yazılmışdı, kağız koğuzda. Dəyanətli, sinonim dəyanətli, dayanıqlı, mətanətli, sarsılmaz, dərrakəli. Dərrakəli bir insanın düşüncəli, ağıllı olmağı deməkdir, amma dayanıqlı, dəyanətli, mərhəmətli bunlar hamısı sinonimlər lüğətində də öz əksini tapmışdı. İncə, dodaqlanmayan qapalı sait. Təbii ki də incə dodaqlanmayan qapalı saitimiz bizim hansı sait olar? Ö olar da. İncədir Ö, qapalıdır Ö, yox. Ö qapalı deyil, üzr istəyirəm. Ö incədir. Daha sonra amma qapalı olmadığına görə onu seçmirik. İdir burada. İ incədir, qapalıdır və dodaqlanmayandır. Büsat üdür, alüminiumdur, sürprizdir, münsifdir, amma fiqur i hərfi ilə yazılacaq. Eynikökü sözlər cərgəsi kök eyni olmalıdır, mütləq düzəltmə olmalıdır. Baxın, sağdır, sadə sözdür. Dağılmaq sadə sözdür. Sıxıb sadə sözdür. Təkcə kök şəkilçi ayırmaqla, sadə sözlər variantlardan çıxmaqla A, S, D getdi. B ilə Y qaldı. Ovdakı, ovlaq, ovuntu. Ovdakı sözün kökü ov ismidir. Ovlaq sözün kökü də ov ismidir. Gedirsən nəsə ovluyursan. Amma ovuntu əlinlə ovmaq anlamındadır. Bu kökü feildir. Cavab B variantıdır. Yollandı sözünün tərkibi sxemini. Yol, yollamaq, yollanmaq, yollandı. Yel, yerləmək, yerlənmək, yerlənir. Baş, başla, D ayrı, qayrı, 2 uyğun gəlməz. Ona görə 2 olan variantları silirik. Biri də götürmüşdük deyə cavabımız A variantıdır. Çox sözün kökü danla K leksik, D qrammatik. Səs sözün kökü lənlə N leksik, D qrammatik. Cəsarətlə sözün tələffüzünü yazaq. Cəsarətlə şəklindədir. Səhvi soruşur. Bizdən vurğu 4-cü hecadadır. Biz bilirik ki, lalə vurğu qəbul etmir deyə vurğu cəsarət, rət hecasının üzərinə düşür. Ona görə də burada 3 olan variantı neynirik? Səhv fikir kimi götürürük. Avtomatik digər variantlarımız çıxır. Sözdə deyir 2 kar 3 cingiltili samit işlənmişdir. 2 cingiltili 3 cingiltili C1, R2, 3, 4. Gördüyümüz kimi 3 yox, 4 cingiltili samit işlənib. Ona görə cavabımız A variantı olacaq. Əks mənalı. Doğru fikir soruşur bizdən. Çiçəyi çırtlamaq, sevinmək deməkdir. Qəm dəryasına batmaq, kədərlənmək deməkdir. Ağzına su almaq, sakit olmaq deməkdir. Dərdən qabıqdan çıxmaq, çox işləmək deməkdir. Təbii ki, biz biri götürürük. 2 də bizim yanlış variantımız olduğuna görə cavabımız olacaq A variantı. Bəli, yaxın mənalıdır. Burun sallamaq, qaşqabağı yer süpürmək, ürəyin ağzına gəlmək, tükləri ürpəşmək, bunlar da eyni anlamdadır. Kitab sözündən eyni köküdür.
Məsələn, kitablar və kitabım olmaz. Niyə? Bunlar cəm şəkilçisidir, qrammatikdir, kitabımdakı ım mənsubiyyətdir. Ona görə kitabsız və kitabdakı olacaq. 1, deməli, A-ya uyğun gedəcək 1 və 4. A-ya uyğun gedən 1 və 4 də təbii ki də onsuz da cavab görünməli idi. Eyni sözün müxtəlif forması deyəndə isə orada qrammatik şəkilçi sözü seçməlisiniz. Kitabda və kitabımız. Sadə sözdür, düzəltmə sözdür, gözləmək, qırlamaq. Mürəkkəb sözdür, insanpərvər. Pərvər bizim məşhur sifət düzəldən bir variantlı leksik şəkilçimizdir. Pərəst, pərvər bu kimi şəkilçilərin içərisində də var idi. Cavabımız C variantıdır. Yalnız məcazi mənada işlənən ifadədir. Həm həqiqi, həm məcazi. Həm həqiqi, həm məcazi mənalı ifadələri biz əzbərləmişdik. Ağır yük, ağır adam, yüngül yük, yüngül adam, qara kağız, qan almaq, əldən çıxmaq, yəni bu kimi sözlər var idi. Məsələn, orada qan almaq sözü həm həqiqi, həm məcazi mənadadır. Ona görə aşağı üçbucaq, bildiyimiz bizim aşağı üçbucaq nəyə gedəcək? 2-yə gedəcək. Aşağı üçbucağı 2-yə yazırıq. Avtomatik cavabımız ya B olur, ya D olur, ya da Y olur. Ona görə bu dairəyə baxaq birinci. Dairədə əl qaldırmaq sözü, əl qaldırmaq sözü kiməsə toxunmaq mənasındadır. Digər əl qaldırmaq sözü isə bizim bildiyimiz əli göyə qaldırmaq mənasındadır. Yəni bu həm həqiqi, həm də məcazi mənada işləndiyinə görə cavabımız B variantı olacaq. Sözlərdən biri amonimdir. Hər ikisinin tərkibinə görə iki cür təhlil olunur. Amonimdir. Bax, saral sözü amonim lüğətində yoxdur. Ümumiyyətlə, nəyisə seçirsinizsə, amonimlər lüğətindən götürməlisiniz, həm də amonimlər lüğətində olmasa belə məntiqi yolla. Saral sözünü biz iki cür düşünə bilmərik və yaxud da qızar sözünü iki cür. Qızarı iki cür bəlkə düşünmək olar, qızarmaq yenə də alınmır. Ürəkdən sözünü alınmaz, ölüm sözü də həmçinin. Daşlaş sözüdür burada. Daşlaş sözü amonimdir. Tərkibinə görə də iki cür təhlil olunur. Bəli, biri var, bir-birinə daş atmaq mənasındadır. Burada daş sözün kökü lari leksik, şari leksikdir. Tərkibə görə təhlildə iki və üç cür təhlil olunan sözlərdə də var idi. Səhv eləmirəmsə elə birinci daşlaş sözü idi. Bir də ki, daşlaş sözü daşa dönmək mənasındadır. Burada da laş bütöv leksikdir. Mənfur qonşular daha da azğınlaşmışdılar sözünün yarandığı nitq hissəsi. Sözün hansı nitq hissəsindən yaranması deyəndə son leksiki silirsən. Laşı sirrik qalır azğın. Azğın nədir? Sifət. Köhnəlmiş sözlərdən biri əsrük, arı, güz, əsən. Əsən sağlam sifətdir. Sayru xəstə. Arı təmiz sifətdir. Əsrük sərxoş sifətdir, amma güz payız deməkdir. Payız sözü isə nitq hissə sonra isimdir. Mürəkkəb, düzəltmə, sadə. Bu ardıcıllıqla növbəti gələn mürəkkəb olmalıdır. Böyürtkən sadədir, dayaq düzəltmədir, qazıntı düzəltmədir, kitabxana düzəltmədir. Cavabımız quş üzümü sözü olacaq, çünki ardıcıllıqda növbəti düzəltmə olmalı idi. Yazdırılmasınlar sözündə hansı şəkilçini çıxarsaq, vurğu son hecada qalır. Təbii ki də biz burada maməni çıxarsaq, olacaq yazdırılsınlar. Biz də bilirik ki, larlər nə zaman vurğu qəbul edir? Feil mövqeyində işlənərsə. Sın, sa, bir də d şəkilçisi olarsa. Hətta orada var idi nümunə, gəlsinlər, gəlsələr, gəldilər. Ona görə də biz burada maməni çıxartmalıyıq ki, mamə inkar şəkilçisidir. Vurğu qəbul etməyəcək. Qalsın yazdırılsınlar sözü, orada da avtomatik vurğu sonuncu hecada olacaq. 20-ci tapşırıqda bizdən 2 şərt soruşur. Testin şərti açardır. Bunu yadınızda saxlayın. Bax, həm 2 leksik sxemini soruşur, həm də konkret ismi soruşur. Sən testin əvvəlini oxuyursansa, sonunu oxumursansa, burada artıq sən diqqət problemin var. Çünki testin şərtini tam dəqiq oxumalısan ki, düzdə yaza biləsən. Misal üçün, konkret isim dediyinə görə mən heç altını təhlil eləmirəm. Çünki nigarançılıq sözündə lıq şəkilçisi var, lıq isə mücərrəd isim yaradır. Neynədim? Avtomatik B variantını sildim. 2-ni də həmçinin ona görə silirəm. Çünki satıcılıq peşə sənət bildirən sözdür. Ümumiyyətlə lıq şəkilçisi mücərrəd isim yaradır. Biz bilirik ki, iki vəziyyətdə. Əşya ilə yer məkan. Ona görə 2-ni də qəşəngcə sildik. Qaldı nə? D, Y variantı. Ələk sözü, ələk konkret isimdir. Əl sözün kökü əl eksik, köl eksik. Ələk nədir? Un əliyirsən, bax odur. Ədəbiyyatşünas, belə deyim, ədəbiyyat fənni ilə məşğul olan şəxsdir. Ədəb, iyyat-şünas. 5-cidə də ki, göyərti, göy sözün kökü göyərmək və göyərti ismi. 7-də ki, yenə lıq şəkilçisi var idi. Buna da heç baxmaq lazım deyildi. Cavabımız Y-dir. Təkcə bu sualda lıq şəkilçisinə görə variantı silib doğru cavabı tapa bilərdik. Mətndə nöqtələrin yerinə hansı fikir yazıla bilər ki, mətnin ideyası olsun. Mətnin ideyası mətndən çıxan fikirdir. Burada da xəsis bir şəxsin nə özünə, nə də ətrafına pul xərcləməməsindən söhbət gedir.
Ata sənəti oğlan mirasıdır, nə əlaqə? Yeməyənin malını yeyərlər. Bəli, yaxşılıq əvəzsiz qalmaz. Yəni burada heç bir yaxşılıqdan heç söhbət belə getmir. Bağda gülə baxarlar, əlaqə yoxdur. Dostlar gününə bu da. Bəli, yeməyənin malını yeyərlər. Yəni orada onun qızılı, belə deyim ki, heç özü bir dəfə də istifadə etməyib. Buna görə sən istifadə eləməmisən, başqası gəlib istifadə edib. Yəni cavabımız C variantı olacaq. Mətnin üzərinə rəqəm yazılmış sözləri biri ilə əvəz edə bilmərik. 4-də paxıl yazıb. 4-də paxıl. Xəsis növbəti dəfə. Xəsis başqa anlayışdır. Paxıl başqa anlayışdır. Xəsis nədir? Bir pulunu xərcləməyən şəxsdir. Paxıl nədir? Misal üçün, mən dərsimdən 5 almışam, sən 2 almısan. 2 alan 5 alanın paxıllığını çəkir. Yəni fikirləşir ki, bu da kəşke 2 alsaydı. Paxıl bu deməkdir. Amma xəsis pul xərcləməyən şəxsdir. Birə kömək yazıb, gəlin baxaq. Birincidə köməkdirmi? Biri mən görmürəm. Yardım, bəli, yardım etmək, kömək etmək. 3-ə gözlənilmədən yazıb, təsadüfən, bəli, gözlənilmədən uyğun gələr. 2-yə çökəklik yazılıb. 2-yə çökəklik sözü. Görək 2 hardadır burada? Bəli, çala qazıb, çökəklik qazıb. Tam da uyğundur və 5-də isə fəryad sözü, bəli, nalə, nalə, fəryad çəkmək bir-birinə uyğundur. Mətnin nömrələnmiş hissələrindən ikisində bir-birinə əks, ziddiyyətli məlumatlar verilmişdi. O heç kimə əl tutmaz, heç kimə yardım etməzdi. 1 budur. Bu adamın bir sirri var idi. 3 budur. Meyvələr ağacın başında qalıb çürüyərdi. Hər kəsə kömək əlini uzadan səsini bütün qonşular yığışıb gəlirlər. Gördüyümüz kimi birinci fikirlə 4-cü fikir bir-birinə əksdir. Çünki 1-də deyir ki, heç kəsə əl tutmur, amma 4-də deyir ki, hər kəsə əl tutur. Cavab C-dir. 24. Meyvə ağacının altındakı çala, xəsisin nailəsi, qonşuların yığışması, oğrunun sirri danışması. Burada oğrunun sirri, oğru qızılları götürüb çıxıb gedir. Heç oğru obrazı mətndə öz əksini geniş şəkildə tapmayıb. Haradaydı ki, o mətnin plan bəndi olsun. Mətnə əsasən verilmiş hissələrin biri daha əvvəl baş vermişdi. Adamın səsinə bütün qonşuların yığışıb gəlməsi. Qonşunun sualı. Adamın çala qazıb ora qızıl bastırması, adamın qızıllara tamaşa etməsi, çalanın boş qalması. Təbii ki də cavabımız C variantıdır. Çünki adamın çala qazıb ora qızıl bastırması mətnin daha əvvəlki hissəsində baş vermişdir.